Hər vaxtınız xeyir əziz izləyicilər. Respublika qəzetinin 16 mart 2025-ci il buraxılışı ilə bugün birgə tanış olacağıq. Sizinlə mənəm, Ləman Təhməz. Qəzetimizin bugün olan buraxılışı 16 səhifədən ibarətdir. İlk səhifəmizdə uğurlu təcrübəmiz, öz resurslarımıza güvənirik başlığı ilə yazımız dərc edilib. Qlobal çağırışlara fərqli yanaşma və uğurlu siyasi strategiya ilə vəziyyəti fürsətə çevirmək qabiliyyəti cənab prezidentimizin yüksək siyasi peşəkarlığını ifadə edir. Məhz bu bacarıq 21-ci əsrin uğurlu inkişaf modelini formalaşdıran əsas amillərdən biridir. Qəzetimizin ikinci səhifəsində isə Azərbaycan Respublikası Prezidentinin fərmanı və Azərbaycan Respublikası Prezidentinin sərəncamları dərc edilib ki, ətraflı tanış olmaq üçün sözgedən səhifəmizə baxa bilərsiniz. Üçüncü səhifəmizdə TANAP-ın 10 ili, enerji təhlükəsizliyi və regional əməkdaşlıq, 10 ili illərə bağlayacaq strateji enerji xətti TANAP başlıqları ilə iki yazı dərc olunub ki, sözgedən son yazımızda qeyd edilir. Trans-Anadolu qaz boru kəməri təkcə Azərbaycan qazının Avropaya nəqlini təmin etmir, həm də ölkəmizin qlobal enerji təhlükəsizliyindəki rolunu gücləndirir. Layihənin əsası 2015-ci il martın 17-sində Türkiyənin Qars vilayətində qoyulmuşdur. 2019-cu il noyabrın 30-da TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi təşkil edilib. Avropaya ilk təbii qaz 2020-ci il dekabrın 31-də nəql edilib. Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər. Bu yazı isə 4-cü səhifəmizdə yer alıb. Martın 14-də Heydər Əliyev Fondunun dəstəyi ilə müqəddəs Ramazan ayında daha bir iftar süfrəsi təşkil olunub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iftar məclisində iştirak ediblər. Həmçinin sözgedən səhifəmizdə 8-ci gün retrospektiv rubrikamızda dərc olunub. 5-ci səhifədə Heydər Əliyev mərkəzində heykəltaraş Andrey Ostaşovun Qızılgülün sirri sərgisi açılıb başlığı ilə yazı yerləşdirilib. Martın 14-də Heydər Əliyev mərkəzində Belaruslu heykəltaraş Andrey Ostaşovun Qızılgülün sirri sərgisinin açılışı olub. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər. 6-cı səhifəmiz Qərbi Azərbaycan 20-ci əsrin bəlası deportasiya rubrikasına həsr edilib. Bu rubrikamızda yurd yerləri bizi gözləyir başlığı ilə yazımız dərc olunub. İrəvan ətrafında olduğu kimi Göyçə gölü ətrafında da əhalinin ən sıx yerləşmiş olduğu zonalardan biri olmuşdur. 1919-cu ilə kimi bu zonada 100 kənd olmuşdur. Bu kəndlərdən 40 erməni kəndi gölün cənubunda, 60-ı isə gölün şimalında yerləşmişdi. 7-ci səhifədə isə 16 mart Strateji obyektlərin mühafizəsi Dövlət Agentliyi əməkdaşlarının peşə bayramı gününə həsr olunmuş yazılar dərc olunub. Bu yazılardan biri dövlətin sarsılmaz sifəri, soyuqqanlılıq, peşəkarlıq və vətənə sədaqət başlığı ilə verilib. Hər il martın 16-sı Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilir. Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları 30 il ərzində sədaqət, peşəkarlıq, fədakarlıq simvoluna çevriliblər. Onlar ölkə rəhbərliyinin mühafizəsini yalnız fiziki təhlükəsizlik çərçivəsində görməyib, sabitliyin və əmin-amanlığın keşiyində duran görünməz qəhrəmanlara çevriliblər. 8-ci səhifəmiz isə bütövlükdə 12-ci Bakı Qlobal Forumuna həsr olunub. Buradakı yazıların başlıqlarını isə sizə təqdim edirik. Gender təhlükəsizlik, iqlim bağlantısı, yeni dünya süni intellektin tətbiqinə nə dərəcədə hazırdır? Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının Akademiyasının təsis edilməsinin tərəfdarıdır. Gənclər danışsın, biz dinləyək. Günün siyasi nəbzi isə qəzetimizin 9-cu səhifəsində tutulub. Bu səhifədə 12-ci Qlobal Bakı Forumu mühüm məsələlərin müzakirə meydanına çevrilib başlığı ilə yazı dərc olunub. 12-ci Qlobal Bakı Forumu beynəlxalq aləmin diqqət mərkəzindədir. Əvvəlki forumlarda olduğu kimi bu tədbirdə də dünyanın müxtəlif ölkələrinin prezidentləri, baş nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak etdilər. 12-ci Qlobal Bakı Forumunda yeni dünya nizamının aktual çağırışları, çoxtərəfli diplomatiya, çoxqütbü dünya nizamı, BMT-nin gələcək paktı, postmünaqişə dövründə bərpa quruculuq işləri, orta güclərin yeni dünya düzənində rolu və digər qlobal məsələlər müzakirələr aparılıb. Diplomatik əlaqələrdə yeni dövr. Bu yazıda 10-cu səhifəmizdə yerləşdirilib. Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında diplomatik münasibətlər 28 fevral 1992-ci ildə qurulmuşdur. O vaxtdan etibarən iki ölkə arasında əməkdaşlıq müxtəlif mərhələlərdən keçmiş, regional dəyişikliklərə məruz qalmışdır. Azərbaycanın ABŞ-da səfirliyi isə 6 mart 1992-ci ildən, ABŞ-ın Azərbaycanda səfirliyi isə 16 mart 1992-ci ildən fəaliyyət göstərir. 11-ci səhifəmiz isə hadisələr kontekstində rubrikası ilə verilib ki, bu rubrikamızda mart hadisələri dövlət çevriliş nəcat zəncirinin həlqələri başlıqlı yazı dərc edilib. Xronoloji ardıcılığa nəzər yetirəndə bir daha aydın olur ki,
Başı müsibətlər çəkmiş xalqımız 1992-1995-ci illərdə tarixin və zamanın çətin sınağı qarşısında qalmışdı. Ermənistanın Azərbaycana qarşı apardığı hərbi təcavüz nəticəsində öz yurdunda məcburi köçkünə çevrilən yüz minlərlə insanın üzləşdiyi çıxılmaz və faciəli vəziyyət ölkəni humanitar fəlakətlə üz-üzə qoymuşdu. 12-ci səhifəmizdə hadisələr kontekstində rubrikasına həsr edilib. Bu rubrikamızda Makronun uğursuzluğu, Fransa üçün sonun başlanğıcı, Ermənistanda siyasi ideoloji böhran, sülh haqqında iddialar bəlkə müharibəyə hazırlığı pərdələmək üçündür sualının cavabı verilib. Bu sualın cavabında deyilir ki, sülh sazişinin nə vaxt imzalanması sual altındadır. Burada tərəflərin fərqli yanaşmaları ortaya çıxır. Ermənistan 17 maddəli razılaşmaya qısa müddətdə imzaların atılmasına çalışır və bu səbəbsiz deyil. İlk növbədə sülh müqaviləsinin imzalanması, mətndən kənar məsələləri, misal üçün konstitusiyanın dəyişdirilməsi arxa fona keçirə və bu məsələlər ətrafında rəsmi rəvanın üzərindəki təzyiqin dalğası zəifləyə bilər. Torpağı vətən, vətəni bütöv edənlər. Bu rubrikamız isə 13-cü səhifəmizdə dərc olunub. Bu rubrikadakı yazıların başlıqlarını sizə təqdim edirik. Drakonun qəhrəmanlığı, uşaqlar sənə əmanət, ehtiram və qürur, şəhidin ad günündə xatirəsi anılıb, son olaraqsa məzarımın üstünə birgə gələrsiz. 14-cü səhifəmizdə isə Türkiyədən xəbər var. Azərbaycanlı tələbələr aerokosmik innovasiyalar üzrə təcrübə mübadiləsinə başlayıb. Başlığı ilə verilən yazıda qeyd olunur ki, Azərbaycan universitetlərinin tələbələrinin kosmos, aerokosmos, aviasiya, innovasiyalar, texniki elmlər, süni intellekt və mühəndislik sahələrində təcrübə mübadiləsi ilə bağlı Türkiyəyə səfəri başlayıb. Səfər çərçivəsində ölkəmizin 14 universitetini təmsil edən 24 nəfərdən ibarət tələbə heyəti, gənc alim, təhsil işçiləri və rəhbər şəxslər Türkiyənin müxtəlif aparıcı kosmos və avia təşkilatları ilə tanış olacaq, təcrübə mübadiləsi aparacaqlar. Dünya Bugün xəbərlər rubrikasındakı son 24 saatin maraqlı məlumatları isə 15-ci səhifəmizdə yer alıb. Həmçinin bu səhifədə Qarabağda Novruz bayramı adət-ənənələri başlıqlı yazı dərc edilib. Novruz bayramı ərəfəsində keçirilən çərşənbələr müxtəlif mərasim adət-ənənələri ilə zəngindir. İlaxır çərşənbə ilə bağlı bütün adət-ənənələrin hamısı yenilənməyə, təzələnməyə xidmət edir. Ümumilikdə bu çərşənbələrin 4-ünün də ayrılmaz və əvəz olunmaz atributu tonqaldır. İlaxır çərşənbələrdə tonqallar qalanır, insanlar ağırdığım, buğurluğum bu odda qalsın deyib onun üzərindən tullanırlar. Bu zaman odla bağlı nəğmələr də oxunur. Həmin nəğmələr məzmun və mahiyyətcə odla bağlı alqış və dualar olur. Sonuncu səhifəmizdə Sağlam Həyat rubrikasında bu əlamət əqli geriliyə işarət edir. Hansı su daha yaxşı təmizləyir, soyuq yoxsa isti? Cücərmişi daha faydalı imiş və son olaraqsa çox yeyib azdan da olmayın başlığı ilə məlumatlar dərc olunub. Həmçinin qəzetimizin sözgedən son səhifəsi Fövqəladə Hallar Nazirliyinin xəbərləri və hava haqqında məlumatla yekunlaşır. Beləliklə bizim isə bugünlük çatdıracaqlarımız bu qədər idi. Daha çox məlumat almaq üçün qəzetimizi izləməyi unutmayın.